12 mart 1992-ci ildə qurulmuş diplomatik əlaqələr sistemi bugün səmimi, xoş niyyət, eləcə də siyasi iradə kontekstində davam etdirilir. Söhbət təbii ki, İranla Azərbaycan arasında mövcud olan münasibətlər sistemindən gedir. Bugün İran prezidenti Məsud Pezeşkanın böyük heyətinə Azərbaycana rəsmi səfəri isə təkcə bu regionda yer alan ölkələri deyil, yaxın və uzaq coğrafiyalarında diqqət mərkəzindədir. Aprelin 28-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkanın rəsmi qarşılanma mərasimi oldu. Bu, İran prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Məhz buna görə də İran liderinin Azərbaycan səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması istiqamətində spesifik amil kimi qiymətləndirilir. Təntənəli qarşılanma mərasiminin ardınca hər iki dövlət başçısı təkbətək, məhdud tərkibli və geniş tərkibli danışıqlarda iştirak etdi. Danışıqlardan dərhal sonra Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatla çıxış etdilər. Mətbuat konfransı prezidentlər səviyyəsində strateji sənədin imzalanması ilə başladı. Ardınca isə müvafiq dövlət qurumları arasında sənədlərin anlaşma memorandumlarının mübadiləsi həyata keçirildi. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla İran arasında strateji münasibətlərin bir daha təsdiqləndiyinə diqqət çəkdi. Bildirdi ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır. Bundan başqa tərəfli əməkdaşlıq layihələrinin geniş müzakirə edildiyi açıqlandı. Vurğulandı ki, onlar arasında şimal-cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Prezident İlham Əliyev İranlı həmkarının bu səfərinin ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı. İran prezidenti Məsud Pezeşkan çıxışı zamanı Azərbaycanda olmağından məmnunluq duyduğunu və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün təşəbbüslə çıxış etdiklərinə diqqət çəkdi. Bildirdi ki, iki ölkə arasında münasibətlər tarixi köklərə malikdir və bundan sonraki perspektiv üçün də lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. İran prezidenti çıxışı zamanı səfərinin daha geniş formatda növbəti dəfə davam edəcəyinə işarə etdi. Təkbətək məhdud, eləcə də geniş tərkibli görüşlərin ardınca Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə İran İslam Respublikası prezidenti Məsud Pezeşkanın mətbuata birgə bəyanatı səsləndirildi. Bəyanat çərçivəsində biri prezidentlər səviyyəsində olmaqla ümumilikdə 5 strateji sənədə imza çəkildi və bundan sonraki mərhələdə rəsmi Tehranla Bakı arasında münasibətlərin strateji mərhələsinə qədəm qoyuldu. Zeynəb Mirzəyeva, Arif Zeynalov, Real.